İndi isə əməkdaşımız Lalə Allahverdiyeva ilə birbaşa bağlantı yaradırıq. Səhər saatlarından əməkdaşımız forum keçirilən ərazidədir. Əməkdaşımız bizə iştirakçıların təəssüratlarını çatdıracaq. Lalə, sözü sizə ötürülük bölüm. Hər vaxtınız xeyir. WUFON üçün 5-ci günündə qonaqlar artıq səhər saatlarında keçirilən tədbirlərdə iştirak eləmək üçün yaxınlaşırlar əraziyə və hazırda da elə yanında iştirakçılardan biri var. İstəyirəm ki, onun təəssüratlarını öyrənək. Welcome. What can you say about this forum? What's your impression about that? I think this forum is super important, especially because we are discussing this global crisis of housing. So this is a problem that affects the whole world, but with different aspects depending on the regions. And here we are not only discussing the problems, but also solutions. And there is not only one solution, but multiple solutions that could be combined, depends on different necessities. So I think this is why it's something super important, because we are not only discussing problems, but solutions, and considering this global diversity of problems and solutions. What's your name? Fernando Franco. Where are you from? I'm from Brazil, but living and working in Switzerland. Thank you. Thank you very much. Müsahibim Braziliyadandır və bildirmək istəyirəm ki, o tədbirdə keçirilən qlobal böhran mövzularından bağlı danışdı və bu problemlərin müzakirəsinin çox vacib olduğunu bildirdi. Hələlik isə mənim çatdırmaq istədiklərim bundan ibarətdir. Söz sizdədir. Çox sağ olun Lalə, ətraflı məlumatlar üçün təşəkkürlər.